Bax, nədir? Deyir ki, müxtəsərdə sadələşdir. Olacaqdır 25 çarpı 36 y üstə 6. 60 dərəcə mənfi sonsuzluq, mənfi 0,9, 1 sonsuzluq düz yazsın, əməzim? Bunun fərqində də virgülü var. Yaxşı, deməli, burada oldu A. Burada nə yazırsan? Bu düzdür. Hə, bu da düzdür. Deməli, 2 ardıcıl tam ədəd arasındadır. Yaxşı, burada nə sortur? M, yeni. Düzdürmü? Oldu kök 13, 78, düzdür bu? Düzdür. Deməli, burada 36 pi həcmini sortur. Şəhət başlayırsan. Nədir? Cənab, tənasibdə kənəmədlər hasili, ortadlar hasili, 3, 7, 14, eləcə yerinə nə yazdım? 5 yazdım, qiymət aldım, skaler hasili, x-in vurdum, 1-2-2, mənfi 26, burada nə alırsan? Eləcə işarəni dəyişdim, burada nə yazırsan? 7 yazdım. Yaxşı. Bu onsuzda ümumiyyətcə bal verən döydü, ailəmi? Bal verən bundan sonra başlayacaq. Yaxşı, bunu da bir dənə itirdik. Sonra, burada nə yazırsan? 12. 12 perimetr sorsa düzdürlər? Düzdür. Yaxşı, burada nədir? Burada da şey səhv eləmişəm. Nəyi? Ümumiyyətcə burada da səhv eləmişəm. Yaxşı. Getdik, deməli, 2 dənə sualımız gedib da, indiyənə kimi. Yaxşı, burada nə eləyirlər? 1.5. 1,5. Bu düzdür. Buradan alsın 4. Geçək. Gəldik buna. Bu da 4'dür. 20 değil mi? Sonra buradan alırsan. Ora 14 yazdım. Deyirəm, bu 2 dənə yazdım. Baxma, başa sağ görün. Bax, onu tapdım. Düzdür mü? Bunu da perimetrini tapdım, bunu da perimetrini. Bax, x kvadratı bıraq ki, x bax 8'i yazıbsan orada. Bunu yazıbsan da orada. Bunu yazıbsansa az da olsa bal verəcəkdir. X kvadratı 6 da tapırsan. Düşsün ama balın vardı. 100 faizit olmasa E'si 3'də 1, bəlkə də apelsiya, məsələn, 3'də 1, bəlkə də apelsiyanı 3'dəki eləmək olacaqdır. Məncə eləmək olar, çünki 14'də kimi yazmışam, bir dənə bu işə. Bax, bu altını tapırsansa, əsas sən gedibsən. Sonradan buranın perimetrini tapırsan, 16 yazırsan. Buranın perimetrini yazırsan. 24, 30. Onlar da cəmləyirsən. 100 faiz 3'dəkin var, 100 faiz. Sən bizə dənə 4 yazmıyorsan da, 64 almaq üçün 64'dən 4 çıxanda nə edir? 56 alırsan. 100 faiz 3'dəkin var. Yaxşı. Getdik 82'də buradan yazırsan. Yaxşı, beşər. Burada nədir? 36. 36 idi onun cavabı. Deməli, 1, 2, 3. Bura nə idi? Burada 6 idi. 6, 8, 10 çıxır. Hə, beşək. 10'dan 18 elədi. 10'dan 8 elədi 18. Bu 3 dənədən yenə 18, 36 eləmi? Hə, buranın hesablamaya ehtiyac yoxdur. Yaxşı, bu da getdi beşək. Deməli, bizim hələ ki 2 dənə qapalı, bir də 3'də 1 də bu gedib. Bu ümumiyyətcə, yoxsa az da olsun nəsə var? Yaxşı, onu itirdik. Buradan olub bə? 30. Hamı 24'ü. Buraya yazmışsan, oraya yazmışsan. Demirəm, 3 dənə tapdım. O sağ ol. Nətər elədin bə, yaxşı. Ora nə yazırsan, mavidən onu deyil. 3, 4, 5'i tapırsan. Düzdür mü? 5, 5 gəlirsən. Hə, sonra yazdım zıdıyla bərabərdə onda. Onlar da cəmlədi, 24 yazdı. Məncə tam verir. Tam hesablayaq canım. Yəni, hər şey yazıbsan da, bizə də nəyə hesaplamasını yazmıyorsan, o da bildin da, x-ə 0 dedin, y-i tapdın. Bax, x-ə 0 dedin, y-i kəsəni yeri tapdın. 0-dan sonra 4 gəldim, 4, 4'ün kvadratı 16, 16'ın 4'ə böldüm. 4, 4 üstü 3 gəldim, 7, kəsən yer 7'dir. Yuxarıda 7'dirsə, aşağıda mənfi 7'dir. 7-lə mənfi 7'ni toplayıb, bizi də orasınıza yazmışsan, amma məncə 24'ün də var, sonra 10 üstə gəl, 14'ün də varsa, məncə tam verə bilər. Yaxşı, tam hesablayaq. Deməli, bir dənə bizim qramımız nədir? Bu nə verirdi 3,2? 3,1. 2 dənə 3,1'imiz gedir. Ortası düz verir, düz değil mi? Bir dənə də 13'də 1 gedir. Hə, bu tam gedir. Bu 6,2. 6,3. Gözdə görün var. 3,1, 3,1, 6,3, elə mi? 13'də 1 nə edir ki? 2,1 düz mü verir? Başqa işləyimiz var ki? Yaxşı, deməli, oldu 2, 3, 6, 6, 12, 14, eləmi? 100'dən də çıxanda 4, 6 nə qalır? 83, onda 4, beşik. Riyaziyyatımız oldu. 83, onda 4. Sonra əzizən dilim.
Ya 95 ya da 91. 90 hesablayıq, yaxşı. İngilis dili O da 81. 81. Yəni bu 80 sonda 4-dən az da olsa, apresiya verib nəsə eləyəcək, narahat olmayacaq. Çünki rahat hər şeyi yazılsın. 81 də burada düzdürmü? Deməli, o 4-ü orada yazsaq, bu da 4, nə edir? 7, 8, 25. 25, 254 bal tam, onda 4 bal. Riyaziyyatımızda 83 tam, onda 4 tərbiyəçilər.